də bu parkın açılışı münasibətilə kənd cəmaatını təbrik edirəm. Allah çox xeyir versin. Elə olsun ki, təkcə bu şəhidlərlə bağlı yox, bu Zəfər parkıdır, 8 noyabr parkıdır, Zəfər parkıdır, bu qələbə parkıdır. Və burada ancaq qələbələri qeyd edilir. İnşallah ölkəmizin başçısı, Cənab Prezident İlham Əliyevin apardığı indiki siyasət dayanmadan bizi qələbələrə aparır. Şimdi Ağcabədi rayon Qaradolaq kəndindəyik, Zəfər parkının açılışındayıq. Zəfər parkının açılışında demək olar ki, kənd cəmaatının böyük zəhməti olmuşdu. İcra nümayəndəsidir, bələdiyyədir, onlar da təşkilatçılıqda kömək eləyibdi. Amma eyni zamanda bu günlərim onu qeyd eləyərək ki, Qaradolaq gənclərinin Rusiyada olmağı, oradan maliyyə dəstəyi olmağı bu kəndə hər yəni növ problemli məsələlərin həll olunmasında böyük köməkləri olmuşdur. Eyni zamanda bu günlərin burada Zəfər parkının açılışında da rayon icra başçısı Rafil Hüseynov, millət vəkili Tahir Zayev və hüquq mühafizə orqanları iştirak edib. Bu da kənd cəmaatının ayaq və ruhiyyəsinə daha da xoş təəssürat bağışlayıbdır. Biz də Haqq Səsi TV1 olaraq gəldik bu çəkilişi çəkib sizlərə çatdıraq. Sağ olun, var olun, Allah bayrağımızı ucal etsin, Allah prezidentimizin məqsədinin siyasətini təbliğ edən hər bir kəsə can sağlığı versin, prezidentimizin canı sağ olsun, devlətimiz həmişə onun yanındadır. Sağ olun, var olun. Dəyərli Haqq Səsi TV1 kanal izləyiciləri, Ağcabədi rayonunun Qaradolaq kəndində Zəfər parkının açılışı olub. Açılışda Haqq Səsi TV1-in əməkdaşları da iştirak edib. Zəfər parkının açılışında Haqq Səsi TV1-in direktoru Elxan Müzəffəroğlu da iştirak edib. Zəfər parkının salınmasında xarici ölkədə yaşayan kənd sakinlərin maddi dəstəyi olub. Zəfər parkının açılışında iştirak edib Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseyn, millət vəkili Tahir Rızayev, kənd bələdiyyəsi, kənd sakinləri tədbirdə iştirak edib. Allah şəhidlərimizə rəhmət etsin, məqamlarını uca etsin, ailələrinə səbir versin. Efirə aldı Haqq Səsi TV1-in direktoru İlham Müzəffəroğlu, səsləndirdi Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsani. Özünüzü təqdim eləyin. Ağcabədi rayonunun Qaradolaq kəndinin sakini Kərəm Fəxrəddin. Bizim buraya yığılmışıq bu parkın açılışına. O parkda bizim Rusiyada yaşayan qardaşlarımızın çox böyük əməyi olub. Elə də bizim bu kəndin sakinlərinin, icra nümayəndəsinin, hamısının böyük əməyi olub. Böyükdən bəhrəsidir, böyükdən bəhrəsidir, böyükdən açılmışdır. Çox sağ olsunlar. Mən də Qaradolaq sakini Qurbanov Maiz. Mən də öz adımla əvvəla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı. Bugünkü bu gün o Zəfər parkı, yəni ona görə açılır ki, yəni biz bunu Zəfər qələbəsi deyək, bu münasibəti bunu açmışıq. Burada da hər növ köməklik olub. İstəyir fiziki, mənəvi, maddi, hər kəsə öz minnətdarlığımı bildirirəm. Kənd cəmaatımıza minnətdarlığımı bildirirəm. Elimiz obamıza minnətdarlığımı bildirirəm ki, yəni bura böyük dəstək eləyib, dəstək çəkilər. Sonra da belə bir anlı ki, mən şəxsən özüm Milli Məclisə getdim. Milli Məclisdə məsələn Tahir Zəyevin qəbulunda oldum, Tahir müəllimin. Yəni getdim, çox gözəl, yüksək formada qarşıladı, yola saldı, dedi narahat olmayın. Buranın asfaltlanmağında bir sağ olsun, Tahir müəllimin onun köməyi oldu. Yəni onu biz deməliyik, yəni bizim borcumuzdur, sağ olsun, var olsun, o da dedi, elədi. Allah köməyi olsun. Rusiyada yaşayan iş adamlarının tək köməkliyi bu parka deyil. Kənddə məsələn, onkoloji xəstə olanlara, kənddə məsələn, qəbirstanlığımızdır bu. Bəzi yerlərə, hamısına köməkliyi oradan. Hüzur yerlərinədir. Hüzur yerlərinə, məsələn, kəndimizə hüzur yerləridir. O, hər hüzur yeri düşəndə oradan yardım göndərir. Çox böyük dəstəklər var. Hamısı o uşaqların
Qrasiyada Sağ olsun, yaşayanlar, var Allah olsun. köməkləri olsun. Yəni Göz qabağında da yəni böyük bir sayəsində. vəsait qoyulub. Elə Yəni belə bugünkü elə kimi belə mənə onları gəlmir. yaddan çıxartmaq olar. Biz nə hərəkət edirik onlara görə. Onların səbəbinə. Allah onların köməyi olsun. Siz də sağ olun, xoş gəlmisiniz. Sağ olun.